Hər vaxtınız xeyir olsun dostlar. Hər birinizi kanalımda xoş gördüm. Bugünkü videomuz 2-ci sinifdə keçirilən növbəti kiçik summativ qiymətləndirməyə aid test, mövzu və tapşırıqlardır. 4-cü summativimizin suallarıdır dostlar. Yenə müəllifin kim olduğu mənə məlum deyil və summativi sizin üçün izah eləməyə gəlmişəm. 4-cü summativimizdir Azərbaycan dili fənni üzrə. 1-ci və 5-ci sualları mətnə əsasən cavablandıraq deyə bizə kiçik bir mətn verib. Gəlin mətni diqqətlə oxuyaq. Övladlarınız da bu mətni oxuyarkən onların daha çox oxuyub keçmələrindən ziyadə mətni nə qədər anladıqlarına, detallarına nə qədər diqqət etdiklərinə nəzarət etsəniz, əziz valideynlər, nəticəni bir o qədər yaxşı əldə edəcəksiniz. Başlayaq. Mətnimizin adı Zooparkdır. Nəzrin bu həftə sonu ata və anası ilə birlikdə zooparka getdi. Zoopark böyük bir ərazidə qurulmuşdu. Zooparkın girişində ilanlar var idi. İlanlar Nəzrinin diqqətini çox çəkmişdi. O bilirdi ki, kərtənkələlərin ayağı olsa da onlar da sürünən sayılır. İrəlidə 2 böyük ayı gördü və qaçaraq onların olduğu qəfəsə yaxınlaşdı. Nəzrin xatırladı ki, qışda qış yuxusuna gedən ayılar indi yay olduğu üçün oyaqdırlar. Daha sonra böyük quşlar olan qəfəsin yanına yaxınlaşdı və heyranlıqla ən təpədə duran qartala baxdı. Qartalın əyri dimdiyi onun ət yeyən quş olduğunu Nəzrinə xatırlatdı. Həmin gün Nəzrin evə çox xoşbəxt qayıtdı. İndi gəlin 1-ci və 5-ci sualları bu mətn əsasında cavablandıraq. Yəni, oxuyub anlama mətni nə qədər anladığımızı cavablarla əsaslandıraq. 1-ci tapşırığımız 3 balla qiymətləndiriləcək dostlar. Nəzrin nəyə əsasən xatırladı ki, qartal ət yeyir? Qartalın ən yüksəkdə durmasından, dimdiyinin əyri olmasından, ölçüsünə görə digər quşlardan böyük olmasından, qış yuxusuna getməsindən. Sonuncu cümlələrdən birinə diqqət edək. Qartalın əyri dimdiyi onun ət yeyən quş olduğunu Nəzrinə xatırlatdı. Deməli, testimizdə doğru cavab B bəndidir. Dimdiyinin əyri olmasından Nəzrin xatırladı ki, qartal ət yeyən heyvandır. Burada bu sualda 3 balı qazanmış oluruq dostlar. Mətnə əsasən aşağıdakılardan hansı sürünəndir desək, baxaq, uçandır, digərləri isə yer üzərində gəzəndir, yəni öz ayaqları ilə gəzəndir. Ancaq D variantı, yəni kərtənkələ sürünən heyvandır. Ayaqları olsa da sürünən heyvanlar sayılan qrupa aid edilir. Deməli, testimizin cavabı D variantıdır. Mətnə əsasən ayılar qışda nə eləyir? Biz hamımız bilirik, hətta bağçadan da bilirik ki, ayılar qışda qış yuxusuna gedir dostlar. Hansı heyvan barədə mətndə məlumat yoxdur? Ayının qış yuxusuna getdiyi var. İlanın düz zooparkın girişində olduğu haqqında məlumat var. Qartalın dimdiyinin əyri olduğundan onun ət yeyən heyvan olduğunu müəyyən etməyimiz məlumatı var. Amma marallar bu mətndə yer almayıb. Testimizin doğru cavabı B variantı olacaq. 5-ci sualla davam edək. Hansı sualın cavabı mətndə yoxdur? 4 balla qiymətləndirilən bir sualdır dostlar. Nəzrinin zooparka nə zaman gəlməsi? Bu haqda məlumat var. Həftə sonu gedir Nəzrin zooparka. Nəzrinin zooparka kimlə getməsi haqqında məlumat da var. Ana və atası ilə. Hadisənin hansı fəsildə baş verməsi, zooparkda neçə heyvanın olması. Hansı fəsildə baş verdiyi haqqında məlumat var dostlar. Burada deyir ki, indi yay ayı olduğu üçün ayılar oyaqdır. Deməli, Nəzrin yayda gedibdir. Bunu da anlamaq çətin deyil. Testimizin düzgün cavabı zooparkda neçə heyvanın olması haqqında məlumatın mətndə yer almamasıdır. Biz əgər mətni diqqətlə oxuyub, eyni zamanda oxuduğumuzda anlamağı bacarmışıqsa, bu testdən 4 balımızı alacağıq. Keçirik 6-cı suala.
6-cı sualda biraz yazmaq tələb olunacaq. Özümüz üçün cızma-qara etmək tələb olunacaq. Yazda səhərlər hava soyuq olur. Deyir ki, harda lar şəkilsi rar deyə tələffüz olunur. Əslində burada belə yazsaydı daha yaxşı olardı. Lar, lər, rar və rər. Bu şəkildə yazsaydı daha məqsədə uyğun olardı, amma testimizdə bu şəkildə verilib təəssüf ki. Gəlin aşağıdan yuxarı D variantından etibarən başlayaq sözlərdə lar şəkilcisi olanların tələffüz formasını qeyd etməyə. Ağaclar yazılır, amma deyərkən ağaclar deyirik. İnsanlar yazılır, insanlar deyilir. İnsanlar. Kitaplar yazılır, kitaplar da deyilir. Elə olduğu kimi də deyilir. Amma səhərlər yazılır, səhərlər deyilir. Səhərlər deyilir. Burada rar, rər şəkilçisini görürük dostlar. Deməli testimizin düzgün cavabı A variantında olan yazda səhərlər hava soyuq olur cümləsidir. Əslində isə cümlədə biraz məntiqi bir səhv var. Yazda hava soyuq olmur. Nisbətən sərin olur. Amma yenə də testimizin düzgün cavabı A variantıdır. Mətnin hissələri hansı variantda verilmişdir? Biz ümumiyyətlə qaydaları keçərkən bilirik ki, hər bir mətnin 3 hissəsi olur. Onun giriş hissəsi, yəni təqdimatı, tanışlığı, əsas hissəsi, yəni hadisələrin baş verdiyi əsas məqam və sonluğu, yəni mətnin finalı. Deməli, testimizin düzgün cavabı C variantı olacaq. Bu da 8 balla qiymətləndirilən sualdır. Qorxu, sevinç, kədər ifadə edən cümlələr necə adlanır? Biz bilirik ki, qorxu, sevinç, kədər, həyəcan, təşviş, xoşbəxtlik ifadə edən cümlələrin hamısı nida cümlələridir. Çünki hiss həyəcanımızı bildirir dəyərli dostlar. Keçirik. Əgər bu sualı da düzgün cavablandırsaq, açıq sualdır. Biz yazılı şəkildə bura nida sözünü yazmalıyıq, nida cümləsi sözünü yazmalıyıq. Bu zaman 8 balı əldə etmiş olacağıq. Keçirik növbəti 9-cu sualımıza. Verilmiş cümləyə zaman, say, əlamət bildirən sözlər əlavə edib genişləndirin. Bizə qısa bir cümlə verib. Bir dənə mübtədəsi, bir dənə xəbəri və yaxud da ki, bir dənə şəxsi, bir dənə hərəkət bildirən söz olan xırda bir cümlədir. Və 8 balla qiymətləndirilib bu testin cavabı. Açıq sual kimidir və siz aydın şəkildə burada yazmalısınız bunu. Deyir, cümləyə zaman, say və əlamət bildirən sözlər artır. Həkim gəldi. Yaza bilərik. Həkim zaman qeyd elədiyimizə görə axşam gəldi və yaxud da ki, həkim səhər gəldi deyə əlavə edə bilərik. Bura səhər sözünü əlavə edə bilərik. Sayı əlavə edək. Məsələn, saat əlavə edə bilərik. Say olaraq rəqəm yaza bilərik. 2 həkim axşam gəldi. Ya da axşam 2 həkim gəldi. Ondan əlavə əlamət bildirən söz də cümləyə əlavə etsək, axşam 2 həkim təlaşla, təşvişlə gəldi. Bu da əlamət bildirən sözümüz ola bilər. 8 balı bu şəkildə əldə edə bilərik. Təbii ki, sizin özünüzün fikriniz də bu cümləni genişləndirməkdə nə ola bilər? O da sizə məxsus olan bir fikir ola bilər. Mənim dediyim kimi yox. Özünüzün doğru bildiyi şəkildə zaman, say və əlamət sözləri əlavə edib, qaydalara da uyğun əlavə edib yaza bilərsiniz. Çı, çi, çu, çü şəkilçisinə 5 dənə söz əlavə edəcəyik. Çı şəkilçisini verib. Balıqçı, odunçu, pinəçi, əkinçi, gülçü. Bu şəkildə əlavə edə bilərik. Əgər burada çapda düşməyib, əgər yuxarıda 4 yazılıbsa, yəni çı, çi, çu, çü şəkilçisi deyə 4 dənə üzərində hər qapalı saytlərdən istifadə olunaraq yazılan şəkilçilər əlavə olunubsa, biz o zaman həm yəni çı, həm çi, həm çu, həm çü sözlərindən şəkilçilərini sözlərə əlavə edərək yaza bilərik. Yox, əgər çı şəkilçisini sadəcə deyirsə, o zaman balıqçı kimi sözlərdən əlavə edib 5 ədəd sözü bura qeyd etməliyik. Bu da 7 ballıq sualımızdır. 11-ci suala baxırıq dostlar. Hansı cümlədəki əlamət bildirən sözün həm əks, həm yaxın mənası var.
Deməli, dostlar, burada bizə 1, 2, 3 tapşırıq düşür. Ona görə 9 ballıq sualdır. Nəyə görə? Əvvəla cümlədə əlamət bildirən sözü tapmalıyıq. Daha sonra həmin əlamət bildirən sözün əks mənalısı varmı? Ona diqqət etməliyik. Yaxın mənalısı varmı? Ona diqqət etməliyik. A variantına baxaq. Rəngarəng güllər bağçanı bəzəyirdi. Əlamət bildirən söz rəngarəngdir. Və yaxud da bunu yaxın mənalı söz olan al-əlvan güllərdə yaza bilərik. Əks mənalısı varmı? Orası artıq düşünülən bir məsələdir. Bunları sizin öhdənizə buraxıram. Odun bərk olduğu üçün doğramaq çətin idi. Odun bərk. Bərk möhkəm sözləri ilə də əvəz oluna bilər. Onun da əksi, yaxın mənası, daha doğrusu əks mənası ola bilər, yumşaq. İstifadə edə bilərik bunu da. C variantında turş meyvələri çox sevirəm. Turş sözünün əksi yoxdur. Daha doğrusu turş sözünün yaxın mənası yoxdur. Əksi var, təbii ki, şirindir. Deməli, C variantı ümumiyyətlə istifadə edə bilmərik. D variantında uşaqlar yarışda qalib gəldilər. Bu cümlədə isə əlamət bildirən söz ümumiyyətlə yoxdur. Mən deyərəm ki, testimizin doğru cavabı B variantıdır. Açmaq, yayda, çiçəklər və rəngarəng 4 dənə söz verib. Rəngbərəng 4 dənə söz verib və bizdən bu sözlərdən istifadə etməklə nəqli cümlə qurmağımızı istəyir. Biz bu şəkildə qura bilərik. Yayda rəngarəng güllər açdı. Rəngarəng çiçəklər açır. Bu şəkildə açıq sualda cümlələrimizi qeyd edə bilərik. Uyğunlaşdırma tapşırığımız 13-cü tapşırıqdır. Cəmi 5 balla dəyərləndirilir. Verilib xiyar, kirpi, qarpız. Verilən sözlər, əlamət bildirən sözlər. Tikanlı, uzunsov və sulu. Qarpız sulu sözü ilə, kirpi tikanlı sözü ilə, xiyar isə uzunsov sözü ilə uyğunlaşdırıla bilər. Əgər bu tapşırığı doğru yazsaz, 5 balla dəyərləndirə biləcəklər sizi. 14-cü tapşırıqda müharibə başladı cümləsi veribdir. Verilmiş cümləni genişləndirmək məqsədi ilə deyir. Zaman və məkan bildirən sözlər əlavə edək. Zaman bilirsiniz ki, günün saatları, ayın günləri, ilin ayları, bunlar zaman bildirən sözlərdir. Məkan bildirən sözlər də yəni hadisənin baş verdiyi yeri bildirdiyimiz sözlərdir. Dünən səhər. Dünən və səhər. Bunlar hər ikisi zaman bildirəndir. Yer bildirən deyil. Yəni məkan bildirmir. 27 sentyabr cəbhədə. Bəli, bunu əlavə edə bilərik. Çünki 27 sentyabr vaxtı bildirir, zamanı bildirir. Cəbhədə isə məkanı, yəni yeri bildirir. Müharibə 27 sentyabr cəbhədə baş verdi deyə B variantını doğru cavab kimi işarələyə bilərik. Azərbaycanla Ermənistan arasında isə tərəflər arasında keçirildiyi üçün burada nə zaman, nə məkan yoxdur. Ad bildirən sözlərdir hamısı. Güclü ordumuz əlamət və ad bildirən sözlər olduğu üçün D variantı da götürə bilmərik. Testimizin düzgün cavabı B variantı olacaq. Tələffüzünü yazırıq. Quzular. Elə quzular deyə tələffüz olunur. Qadınlar. Qadınlar. Hisslər. Hisslər. Zincirlər deyə yazılıb. Zincirlər deyə cavab verəcəyik. Yəni səsləndirəcəyik. Zincirlər. Əgər bu 4 sözün 4-ünü də düzgün yazsaz, siz bu testdən 7 bal qazanacaqsınız. Yox, əgər hansısa birini yanlış yazsaz, o zaman hansısa bir bal kəsimi ola bilər. Keçək digər testimizə, 16-cı testə. Keçirik növbəti, yəni sonuncu testimizin izahına. Sözlərin düzgün yazılış qaydasını qarşısında yazın deyə bu dəfə tələffüzünü verib bizdən yazılış qaydasını istəyir. Baxaq, nəhəng deyir. Sözün düzgün yazılışı nəhəngdir dostlar. Nəhəng. Pələng deyir. Sözün düzgün yazılışı pələng deyə yazılmalıdır. Palıd. Düzgün yazılışı palıd olmalıdır. Kitap. Sözün düzgün yazılışı kitab olmalıdır. Məktub. Sözün düzgün yazılışı məktub deyə olmalıdır. Əgər siz bu 5 sözün 5'inin də düzgün yazılışını doğru şəkildə yazmış olsaz, bu testdən də 7 bal əldə edə bilərsiniz.
Yox hansısa birini səhv yazsaz, artıq müəlliminiz oradan müəyyən bir balı kəsə bilər. Ona görə diqqətli olmağınızı sizdən rica edirəm. Belə əziz valideynlər və şagirdlər, bugün kiçik summativ qiymətləndirmənin 2-ci sinifə aid olan Azərbaycan dili fənnindən 4-cü summativ suallarını işlədik. Ola bilər ki, sizin müəllimlər başqa testlərdən istifadə etsinlər və yaxud da ki, özləri tərtib etsinlər bunları. Hər bir halda yenə də bu videodan istifadə etsəniz, hansı qrammatik qaydalardan və oxu mətnlərini test üzərində necə işləmək lazım gəldiyini öyrənmiş olacaqsınız. Növbəti videolarımızı qaçırmamaq istəyirsinizsə, kanalımıza abunə olub bildirişlər düyməsini açıq saxlamağı unutmursunuz. Növbəti videolarda görüşərik dostlar.